gülə-gülə qocaldım. Doğma gəzdim, yad qapısını döymədim. Yaltaqlığın libasını geymədim. Ana yurdun sevincinə dəymədim. Kədərini belə-belə qocaldım. Alqaytam şırım yağıb üzümə. Şırım yağıb qəm çilənib üzümə. Bax beləcə divan tutdum özümə. Qana-qana, bilə-bilə qocaldım. Bu günləri Qəbələ torpağında, Ağdaş torpağında, Bərdə torpağında biz Qarabağlıları, Kəlbəcərliləri, Cəbrayılları 30 ildə siz bizi qonaq kimi yox, qardaş kimi elə bir qonaqpərvərliklə, elə bir qardaşlıqla qarşılamışsınız. O gün gəlib də Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Dövlətimiz, dövlətçiliyimiz var eləsin. Azalıbdır. O gün olsun ki, Tuncay Cəbrayılda, mən Kəlbəcərdə sizi kimi əmilərimizi o yurtda, o vətəndə qarşılayaq. Belə bir gözəl məclisdə sizin qulluğunuzda duraq. Mən Kəlbəcərliyəm, şeir şair ocağındanam. Daha vaxt versəniz, gecə birə kimi şeir deyərəm. Amma Tuncay müəllim tələsir. Bu karbonu götürüb, bir sizin ruhunuza, qəlbinizi oxuyun. Elə babalar, əmilər, sizdən bir xahiş edeyim. Feruz müəllimin bu gül balalarının şərəfinə bir gül alqışlar çalaq. Gül alqışları. Bəh, bəh, bəh. Məclis belə olar da, qardaş.